Salam dostlar. Blok imtahanında fizikadan düşəcək belə bir məsələni təqdim etmək istəyirəm. Bağlı cisimlərdir və gördüyünüz kimi tərpənməz blokdan asılıb. Ona görə bunların təcilləri eyni olacaq. Şəkli görürsüz. Misalın şərtləri aydındır. Təcil tapmaq lazımdır. Deməli biz bunu biraz da aydınlaşmasını göstərək. Deməli gördüyünüz kimi birinci cisimə təsir edən qüvvə sürtünmə qüvvəsi bilir. İpin gərilmə qüvvəsidir. İkinci isə ağırlıq qüvvəsi və ipin gərilmə qüvvəsidir. Hər biri üçün Newtonun ikinci qanunu yazaq. Newtonun ikinci qanunu aydındır ki, birinci üçün olacaq A2M bərabərdir T çıxaq sürtünmə qüvvəsi. İkinci üçün olacaqdır ağırlıq qüvvəsi, yəni üzr istəyirəm, ikinci üçün A vuraq 3M bərabərdir ağırlıq qüvvəsi çıxaq T. Burada sürtünmə qüvvəsi ilə görürsünüz T əksdədir. Burada da ağırlıq qüvvəsi ilə T gərilmə qüvvəsi əksdir. Və bunları tərəf-tərəfə toplayaq. Tərəf-tərəfə toplasaq, gördüyünüz kimi alacaq 5MA bərabərdir. T'lər gedir 3MJ minus mü 2MJ. Və hər tərəf 5MJ-yə bölsək, M-ə bölsək, biz alacaq A bərabərdir. M-lər ixtisar gedir. J vuraq 3 minus 2 mü bölək 5. Baxın, düzgün variant B variantıdır. Biz belə bir maraqlı məsələnin həllinə gəldik. Əgər video xoşunuza gəldisə, xahiş edirəm like eləyəsiniz. Əgər abunə deyilsinizsə, kanalıma abunə olasınız. Çox sağ olun, gələn görüşlərə qədər.